İyunun 3-ü axşam saat 20:00 radələrində baş verən qasırğa Bərdə və Tərtər rayonlarında da bir sıra çətinliklər meydana gətirib. Güclü külək səbəbindən açılan ağaclar yaşayış evlərinə ciddi ziyan vurub. Axşam saatlarında baş verən qasırğa bölgələrdə fəsadsız ötüşməyib. Güclü külək Bərdə rayonu Lək kəndi ərazisindəki Xanbağı meşəsində məskunlaşan məcburi köçkünlərin yaşayış evlərinə ciddi ziyan vurub. Qasırğa nəticəsində Aşan Palıdın iri budağı Ağdam rayonundan məcburi köçkün Kərim Həsənova məxsus yaşayış üçün nəzərdə tutulan vaqonun üstünə aşıb. Zərbənin təsirindən vaqon tamamilə yararsız hala düşüb. Ev sahibinin bildirdiyinə görə ağac aşan zaman içəridə yalnız onun oğlu olub. Axşam saat 8-də bu qasırğa qopan vaxtı evdə oturmuşduq, bir anlığa gördük ki, nəsə şappıltı qopdu. Elə çıxdım ki, qardaşım oğlu çığırır ki, ay Allah'ı sevən kömək elə, gücüm dartıb ağacın altından bəri çıxartdıq ki, yəni fıskırıqdan qopdu düşdü vaqonun üstünə. Qonşuda qışqırtı gəldi, içəridə yatmışdılar. Elə bildik ki, qonşunun içəridə nəsə bir pis hadisə baş verdi. Getdi ki, belə ağac çıxıb, şifiri, mili, hamısını qırıb. Küləyin aşırdığı növbəti ağac isə Səidə Məmmədovaya məxsus evin üzərinə düşüb. Hadisə zamanı evin dam örtüyü tamamilə yararsız vəziyyətə qalıb. Külək başladı, tufan başladı, nə bilim, hər tərəfi deyib elə dağıdıb. Evi, eşiyi, qonumu, qonşunu, evimizə xəsarət yetirib. Barım heç olmasa gəlsinlər bir yardım eləsinlər. İmkan yoxdur, şifrə, evə, nə bilim, Güclü qasırğa Tərtər rayonunda da ciddi fəsadlara yol açıb. Rayon mərkəzindəki çox illik çınar ağacları aşıb. Külək nəticəsində qırılan ağaclar avtomobil yollarını bağlayıb. Bərdə və Tərtər rayonlarında əhaliyə verilən elektrik enerjisində uzun müddətli fasilələr yaranıb. Hər iki rayonun Fövqəladə Hallar Komissiyasından qasırğanın törətdiyi fəsadların aradan qaldırıldığı bildirilib. Daşqın Güneyli, Ziya İsmailoğlu, Şahin Qurbanzadə, LTV Bərdə, Tərtər.